İran'da itkilerin sayı artır, raket hücumları ise sengimir. Netanyahu İran xalqına müraciət etdi. Azadlığa aparan yeni yola çıxacağınız an yaxınlaşır. Birləşmiş Ştatların Müdafiə Naziri isə Müctəba Xameneyinin ciddi xəsarət aldığını, üzünün tanınmaz hala düşdüyünü bildirdi. Azərbaycanda müəllimlər üçün müəyyən edilən 65 yaş həddi yenidən müzakirə mövzusuna çevrildi. Bölgələrdə kadr çatışmazlığı fonunda bu qaydanın yenidən nəzərdən keçirilməsi təklif olundu. Tanınmış Türkiyəli professor İlber Ortaylı 78 yaşında vəfat etdi. Axşamınız xeyir, hörmətli tamaşaçılar. İctimai televiziyanın xəbərlər xidməti efirdə öz işini davam etdirir. Studiyada Ceyhun Əlidir. İsrail-ABŞ-İran müharibəsinin 14-cü günündə silahlar susmur. Əməliyyatlar başlanandan İranda 1400-dən çox insan həlak olub. Yaralı sayı 20 min nəfərə yaxınlaşır. Pentagon rəhbəri Pete Hegseth isə Tehranın yeni ali rəhbəri Müctəba Xameneyi ilə bağlı sensasiyalı iddia səsləndirib. ABŞ-İsrail koalisiyası ilə İran arasında qarşılıqlı raket hücumları ara vermir. İsrail aviasiyası Tehranın hərbi infrastrukturuna və hökumət obyektlərinə silsilə ağır zərbələr endirib. Tehran, Şiraz və Əhvazdakı balistik raket mərkəzləri, eləcə də yeraltı arsenal ambarları hədəf alınıb. Fələstin xalqına dəstək nümayişi zamanı paytaxtın Firdovsi meydanı və Tehran Universiteti yaxınlığındakı dövlət binaları zonasında güclü partlayışlar qeydə alınıb. İran Səhiyyə Nazirliyi əməliyyatın başlanğıcından etibarən 1444 nəfərin həlak olduğunu, yaralı sayının isə 18 mini keçdiyini açıqlayıb. Hadisə yerinə çatmaq üçün zamanla yarışırıq. Lakin raket zərbələrinin hədəfi olan bu dar küçələrdə vəziyyət gərgindir. Dağıntılar altında qalanları sağ çıxarmaq üçün əllərindən gələni edirlər. Xilas edicilər fədakarlıqla çalışırlar. Hər saniyənin önəmi var. İsrailin baş naziri Benyamin Netanyahu zərbələrin ölüm sənayesinin qarşısını almaq üçün qaçılmaz olduğunu bəyan edib. Əgər dərhal hərəkətə keçməsəydik, bir neçə ay ərzində İranın ölüm sənayesi istənilən hücuma qarşı demək olar ki, toxunulmaz hala gələ bilərdi. Məqsədimiz İranın nüvə silahı əldə etməsi və bütün dünyanı təhdid edən balistik raket istehsal etməsinin qarşısını almaqdır. Daha bir məqsədimiz isə İran xalqının 50 ilə yaxındır onları sıxışdıran qəddar rejimi devirməsi üçün şərait yaratmaqdır. İran xalqına demək istəyirəm ki, azadlığa aparan yeni yola çıxacağınız an yaxınlaşır. Biz sizin yanınızdayıq. Pentagon rəhbəri Pete Hegseth isə sensasyon iddia ilə çıxış edib. O, İranın yeni ali rəhbəri Müctəba Xameneyinin ağır yaralandığını, ehtimal ki, ciddi fiziki xəsarətlər alaraq üzünün tanınmaz hala düşdüyünü və koalisiyanın İranda 15 min hədəfi vurduğunu bəyan edib. Bugün ABŞ Tehran üzərində ən böyük hava zərbəsi dalğasını həyata keçirəcək. Uçuşların və bombardıman əməliyyatlarının sayı əvvəlkindən daha çox olacaq. İran rəhbərliyinin vəziyyəti isə ağırdır. Onlar çarəsiz vəziyyətdə gizlənirlər. Bilirik ki, özünü ali lider adlandıran yeni rəhbər yaralanıb və ehtimal ki, ciddi fiziki zədələr alıb. Üzü tanınmaz haldadır. Dünən bir açıqlama yayıldı. Çox zəif bir açıqlama idi. Amma nə səsi var idi, nə də videosu. Sadəcə yazılı bəyanat idi. İranda kifayət qədər kamera və səs yazma cihazı var. Bəs niyə yalnız yazılı bəyanat yayıldı? Düşünürəm ki, səbəbi aydındır. Onun atası ölüb, özü qorxu içindədir. Yaralanıb, gizlənir və legitimliyi də sual altındadır. Ağ Ev rəhbəri Donald Trump isə əməliyyatların gedişindən razıdır. O, İranın dəniz qüvvələrinin artıq mövcud olmadığını iddia edərək, gələn həftə daha sarsıdıcı zərbələrin endiriləcəyini anons edib. İranla bağlı vəziyyət çox sürətlə inkişaf edir və işlər yaxşı gedir. Hərbçilərimiz misilsiz işlər görür. Biz lazım olanı edirik. Bu addım son 47 il ərzində atılmalı idi. İran terror ölkəsidir və indi o bunun cəzasını çəkir. Lakin Tehran baş verənlərlə barışmaq niyyətində deyil. İsrail ordusunun məlumatına görə İran ərazisindən İsrail istiqamətində raketlər buraxılıb. Bildirilib ki, raket hücumunun qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri işə salınıb. Mülki infrastruktura ciddi ziyan dəyib. Eyni zamanda regional hava bazaları da hədəf alınıb. İran raketlərinin bir hissəsi Dubay səmasında zərərsizləşdirilib. Rəsmi Əbu Dabi özünün müdafiə tədbirlərini gücləndirdiyini bəyan edib.
İraqın Ərbil bölgəsində baş verən hücum nəticəsində bir fransız hərbçinin həlak olması Parisi hərəkətə gətirib. Fransa prezidenti Emmanuel Macron bu hücumu qəbul edilməz adlandıraraq terrorla mübarizə aparan qüvvələrin hədəf alınmasını sərt tənqid edib. Bu arada NATO'nun hava hücumundan müdafiə sistemləri Türkiyə hava məkanına daxil olan daha bir balistik raketi zərərsizləşdirib. Bu əməliyyatın əvvəlindən etibarən NATO tərəfindən Türkiyə səmasında vurulan 3-cü raketdir. Bütün bunların fonunda İranda ali rəhbər dəyişikliyi rəsmiləşir. Paytaxt Tehranda ötən gün sakinlər yeni ali dini rəhbər Müçtəba Xameneyinin ilk açıqlamalarını dəstəkləmək üçün küçələrə axışıblar. Maraqlıdır ki, Müçtəba Xameneyinin mesajları dövlət televiziyasında oxunsa da, o özü hələlik canlı efirə çıxmayıb. Bölgədə Birləşmiş Ştatlar və İsrailin siyasəti nəzərə alındıqda neft qiymətlərinin gələcəkdə də artmağa davam etməsi ehtimalı yüksək görünür. Bu barədə İranın Xarici İşlər Naziri Abbas Ərakçi Tehranda Fələstin xalqının həmrəyliyini nümayiş etdirən aksiyalar fonunda bildirib. O deyib ki, neftin bahalaşmasına görə Birləşmiş Ştatlar və İsrail məsuliyyət daşıyır. Neft qiymətinin artmasına görə məsuliyyət bölgəni fəlakətə sürükləyənlərin üzərinə düşür. Bunun hesabını məhz bu ölkələr verməli olacaqlar. İsrail və ABŞ-nin hücumlarına baxmayaraq xalqımız küçələrə çıxır. Təkcə Tehranda deyil, bütün şəhərlərdə insanlar illərdir müdafiə etdiyimiz ideallara dəstək verdiklərini nümayiş etdirirlər. İnşallah bu güc və qətiyyətlə yolumuza davam edəcəyik və düşmənlərimiz İran xalqının gücünü qəbul etməyə məcbur olacaqlar. Azərbaycan Çin vətəndaşlarının İrandan təxliyə olunmasına böyük dəstək göstərib. 600-dən çox Çin vətəndaşının Astara dövlət sərhədindən buraxılış məntəqəsindən uğurla keçməsinə yardımcı olub. Bunu Çinin Azərbaycandakı səfiri Lu Mei jurnalistlər üçün təşkil olunan brifinqdə söyləyib. Səfir, Azərbaycan hökumətinə yardıma görə dərin minnətdarlığını ifadə edərək, yaxın şərqdə davam edən müharibəyə Çinin münasibətini açıqlayıb. Çin obyektiv və qərəzsiz mövqe tutur. Öz prinsiplərini dəfələrlə açıqlayıb. Bu prinsipləri bir çağırışda ümumiləşdirmək olar. Atəşin dərhal dayandırılması. Döyüş əməliyyatlarından əziyyət çəkən yaxın şərqlə bağlı demək istəyirəm ki, bu müharibə heç vaxt başlamamalı idi və heç kimə heç bir fayda gətirməyəcək. Yaxın şərqin tarixi dəfələrlə göstərib ki, bu məsələnin hərbi həlli yoxdur. İran ətrafında və yaxın şərqdə vəziyyətin düzgün tənzimlənməsi əsas prinsiplərə əməl olunmadan mümkün deyil. Tərəflər mümkün qədər tez danışıqlar masasına qayıtmalı, fikir ayrılıqlarını bərabər hüquqlu dialoq yolu ilə aradan qaldırmalı və ümumi təhlükəsizliyin təmin olunması üçün səylər göstərməlidirlər. Dünyada artan münaqişələr, qlobal təhlükəsizliyə yönələn təhdidlər, beynəlxalq hüquqa qarşı atılan addımların artdığı bu zamanda düşünən beyinlərin, qərar qəbul edən şəxslərin bir arada olub müzakirələr aparması olduqca vacib prosesdir. 13-cü Qlobal Bakı Forumu yüksək səviyyəli şəxsləri eyni məkanda toplayaraq qlobal çağırışların həlli istiqamətində dialoq və əməkdaşlıq üçün mühüm platforma təqdim edir. Forumun ikinci günündə dünyanın diqqətində olan əsas mövzulara dair panel müzakirələr aparılıb. Mən ilk gündən etibarən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin bir hissəsiyəm. Beynəlxalq Mərkəz bugün dünyada ən ciddi, ən nüfuzlu və ən güclü qeyri-hökumət təşkilatlarından birinə çevrilib. Gördüyünüz kimi, burada çox sayda keçmiş rəhbərlər və hazırki siyasətçilər, ziyalılar, analitiklər iştirak edir. Çox maraqlı panel müzakirələr keçirilir. Amma bu forum xüsusilə vacibdir. Çünki ətrafımızda çoxlu çağırışlar var. Çox sayda müharibə baş verir. Əməkdaşlıqdan və planetimizin necə inkişaf etdirilməsindən danışırıqsa, ilk növbədə bu müharibələri dayandırmalıyıq. Bu Özbəkistan nümayəndə heyətinin forumda ilk iştirakidir. Bugün belə qeyri-sabit və proqnozlaşdırılması çətin olan dünyada belə bir dialoqun və platformanın mövcudluğu çox vacibdir. Biz çoxsaylı görüşlər və müzakirələr keçirdik. Bu, qarşılıqlı anlaşmanı daha da gücləndirməyə və dostluğumuzun möhkəmlənməsinə xidmət edəcək. Məncə, Qlobal Bakı Forumu çərçivəsində ən mühüm hadisələrdən biri məhz Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirakı və çıxışı idi. Onun çıxışında müasir beynəlxalq münasibətlər sistemi üçün strateji əhəmiyyət daşıyan məsələlər qaldırıldı. Əgər düzgün xatırlayıramsa, sizin böyük mütəfəkkiriniz Nizami Gəncəvi bir dəfə demişdi ki, qılınc bir ölkəni fəth edə bilər. Amma onu bir yerdə saxlayan yalnız ədalətdir. Məncə, Qlobal Bakı Forumu da bugün məhz bu məsələlər ətrafında müzakirələr aparır. Çünki hazırda sağ tərəfimizdə Ukraynada müharibə, sol tərəfimizdə isə İranda baş verən müharibə var. Düşünürəm ki, biz hamımız birlikdə qlobal siyasətin yeni sistemini necə qurmaq lazım olduğu ilə bağlı ədalətli yollar axtarırıq.
Müəllim çatışmazlığı problemi ilə təhsil verənlərin 65 yaşında təqaüdə çıxmaları təzad yaradır. Millət vəkili Arzuxan Əlizadə bildirib ki, müəllimlərin 65 yaşında təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır. O fikrini regionlarda müəllim çatışmazlığı ilə əsaslandırıb. 65 yaş. Bəziləri üçün istirahət vaxtı, bəziləri üçün isə hələ də sinif otağında davam edən bir ömür. Azərbaycanda müəllimlər üçün müəyyən edilmiş 65 yaş həddi son vaxtlar yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə bölgələrdə müəllim çatışmazlığı bu məsələyə fərqli yanaşmanı gündəmə gətirir. Müəllimlərin bu formada sürətli bir şəkildə işdən azad olunması prosesinə yenidən baxmalıyıq. Yəni, əgər həmin yerdə ən azından gənc müəllim varsa, işlə təmin edə biləcəyimiz və şəxs varsa, buna baxmaq olar. Amma əgər ümumilikdə isə bölgədə kadr yoxdursa, müəllim yoxdursa, hesab edirəm ki, bax, bu məsələdə biz tələsməməliyik. Bu dünyanın bir çox yerində var və müəllimlərin təcrübəsindən daha çox istifadə etməli. Xüsusilə universitetlərdə bu özünü göstərir. Uzun illər təhsil sahəsində çalışan müəllimlər isə deyirlər ki, müəllimlik yalnız yaşla ölçülən peşə deyil. Onların fikrincə təcrübə və peşəyə bağlılıq bəzən illərlə qazanılan ən böyük sərvətdir. Mən 65 yaşım oldu, elə bilirdim ki, məndən yapışacaqlar, aman da getmə. Nə aman da getmə, dəftər kitabımda yer verilmişdilər, işimdə yer verilmişdilər. Onda indiki işim belə pasiv deyildim də, evdə oturmaq adamı passivləşdirir. 65 yaşında müəllim əgər enerjisi varsa, əgər işini sevirsə, əgər kollektiv onu sevirsə, ona bir şans vermək olardı. Demək olardı ki, buna biraz da qal, bizə kömək elə. Ancaq deyəndə ki, səni artıq lazım deyilsən, ged, onda çətin olur. Regionlarda isə problem daha qabarıq hiss olunur. Müəllimlər deyirlər ki, gənc kadrların bölgələrdə işləməyə həvəs göstərməməsi bəzi məktəblərdə dərs saatlarının boş qalmasına səbəb olur. Dağ kənlərini düşünmək lazımdır. O dağ kənlərində ümumiyyətlə müəllim çatışmır. Heç özəyə müəllimlər tapılmır. Bunun da bir səbəbi həmin 65 yaş olan ki, müəllimlərin işdən çıxarılmasıdır. Bu 65 yaş olan müəllimlər iki qrupa bilərdim. Onların elləri var ki, işləmək istəmirlərdir. 65 yaşım olsun, çıxacağam. Müxtəlif səbəblərdən çıxmaq istəyən müəllimlər var. Ekspertlər də hesab edirlər ki, problemin əsas səbəbi bölgələrdə işləmək üçün motivasiyanın yetərli olmamasıdır. Aşağı dərs saatı, məhdud imkanlar və sosial şərait gənc müəllimləri region məktəblərindən uzaqlaşdırır. Keçirilən müəllim işə qəbul imtahanından sonra bölgələrdə çıxan vakant yerləri seçən namizədlər üçün müvafiq olaraq həvəsləndirici xarakterli əmək haqlarının daha da artıq təklif olunması və yaxud da yaşadıkları ərazidə onların kommunal xidmətlərdən tamamilə azad olunması və yaxud da hər hansı deyək ki, mənzillə təmin olunma və bu kimi üstünlüklər düşünürəm ki, tanınarsa, artıq həmin bölgələrdə olan vakant yerlərinin tutulmasında da yeni nəsil nümayəndələri düşünürəm ki, maraqlı ola bilərlər. Dünya təcrübəsində isə daha çevik yanaşmalar tətbiq olunur. Bir çox ölkələrdə müəllimlər pensiya yaşına çatsalar belə fəaliyyətlərini müqavilə əsasında davam etdirə bilirlər. Bəzi yerlərdə isə təcrübəli pedaqoqlar gənc müəllimlər üçün mentor rolu oynayır. Görünən odur ki, təhsil sistemində həm illərin təcrübəsindən yararlanmaq, həm də gənc kadrları cəlb etmək üçün balanslı və düşünülmüş yanaşmaya ehtiyac var. Maya Sabir qızı Zamin Novruzov, İTV Xəbər. Türkiyənin tanınmış tarixçi alimi İlber Ortaylı müalicə aldığı xəstəxanada həyatını itirib. Qeyd edək ki, səhhəti pisləşən 78 yaşlı alim bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulmuşdu. Xatırladaq ki, o xüsusilə Osmanlı və Türkiyə tarixi üzrə tədqiqatları ilə tanınır. Tarix mövzusunda çoxsaylı kitab və elmi məqalələrin müəllifi idi. Allah rəhmət eləsin. 100 sene yaşa, 100 sene öğren. Hakikaten tam öyle. Sizə çatdıracaqlarımız bu qədər. Salamat qalın.